Və Naxçıvan konsertindən sonra 26 Silahlı Qüvvələr günündən sonra mən Bakıya qayıtdıq öz komandamızla bir yerdə 30-u Sumqayıt bulvarında konsertə hazırlaşırıq. Allahın izni ilə düşünürəm ki, bu konsert də anşlaq olacaq. Hamı orada olacaq bir nəfər kimi. Və əziz Sumqayıtlılar, ayın 30-u mən sizin hər birinizi giriş sərbəstdir. Konsertimizdə gözləyirəm. İnşallah gəlin 30-u Sevgililər gününü bir yerdə qeyd edək. Bacardığınız qədər Sevgililər günü münasibəti ilə istəyirəm qırmızı geyinib gələsiniz. Əllərinizdə ürək şəkilləri olsun. Və əsas odur ki, bir yerdə olaq, bir yerdə deyək, gülək. Gözəl sürpriz dolu bir gecəyə hazır olun. 30-u Sumqayıtda sizləri gözləyirəm. Və buradan mənə təşəkkür yazan əskər valideynlərinə üzümü tuturam. Mənim əzizlərim, Allahdan arzum odur ki, evlatlarınızın hər biri sağ-salamat xidmətini yerinə yetirib sizin yanınıza qayıtsınlar. Və balalarınıza etdiyiniz bütün dualar Allahdan qəbul olunsun. Evlatlarınıza etdiyiniz arzuları Allah həyata keçirsin. Mən sizləri öpürəm. Sağ olun ki, mənim əskər analarım, Azərbaycan xalqına belə mərd, dəyərli, qürurlu, qəhrəman evlatlar yetişdirmişsiniz. Allah sizi qorusun. Bütün bir daha en sayılı hərbi hissədə olan əskərlərimi öpürəm, bağrıma basıram. Düşünürəm ki, bu konsert son deyil. Mən yenə də sizlərin yanına gələcəm, yenə də sizlərlə görüşəcəm. Bir daha Müdafiə Nazirliyimizə öz xüsusi dərin təşəkkürümü bildirirəm. Öpürəm sizi, analarımızın əllərindən, gözlərindən öpürəm. Çox sağ olun. Bir də əzizlərim, deməli, mən Naxçıvan konsertimdə, birinci Naxçıvan konsertimizdə siz təsəvvür eləyin ki, mən orada özümü ağlamamaqla zor tuturam özümü. Yəni, həqiqətən də özümü bir dünya starı olaraq hiss elədim. Həqiqi sözümü, valla. O pəncərədən baxanda, o insanları, o izdihamı görəndə dedim, mən dünya starıyam. Özümü elə hiss elədim. Çünki 12 mindən artıq adam var idi və əlavə də orada saat meydanının qapıları bağlanıb 5 min, 6 mindən çox insan dala qaytarılıb orada. Yəni, çünki yer yox idi da, dolmuşdu ora. Naxçıvan saat meydanı dolmuşdu və o qədər millət var idi. Həqiqətən də starların konsertləri belə olur da. Mən özümü dünya starı hiss elədim orada və gecə tək oturdum, gözlərim doldu, ağladım, dedim, ay Allah, sən nə qədər böyüksən, Allah, sən məni hardan hara gətirdin, mən hara gəldim, hardan düşdüm. Və baxıram ki, negativ yazanlar da daha çox olur, yazırlar da. Yəni yazırlar ki, ay pulsuz konsert olub. Əvvəla pulsuz konsert olsa belə ad söhbəti var. Kimin adına gəlib o insanlar? Bunu bir nəzərdən keçirdim. Kimin adına gəlib? Bu günlərim Azərbaycanda bilet satışı az satılır və insanlar az gəlirlər konsertlərə. Normal 2-3 müğənni var ki, biraz 10 konsertinə adam da olur. Azərbaycanda bu günlərim konsertə gələn olmur. Amma pulsuz olsa belə, yeganə müğənniyəm ki, o qədər millət toplamışam. Saat meydanına məndən qabaq gedənlər də olub, məndən sonra da olub. Adam var ki, konsertə gələn olmur, bir abırçılıq baş verib orada. Amma əsas burasındadır ki, mənim konsertimə o qədər millət gəldi. Və saat meydanından bizə deyirlər ki, özləri, deyirlər, bu saat meydanı açılandan bu günə qədər təsəvvür edin ki, hələ o mağazalarda, o restoranlarda o qədər alver olmayıb da, yəni satış, biznes olmayıb. Və inşallah bu izdihamı, inşallah mən Sumqayıtda gözləyirəm. Sumqayıtdan başqa da biz 5 əlavə rayonda olacağıq. Burada Mingəçevir var, Lənkəran var, Gəncə var, sonra dəqiq rayonlar yadımda deyil, üzürlü sayını. Və bu proyektdə də Dünya TV-nin televiziyasının proyektindən çıxırıq. Onların təşkil elədiyi bir konsertlərdir. Onlarla bərabər bu yola çıxırıq Allahın izni ilə. İnşallah bütün konsertlərimdə bax o izdihamı istəyirəm, o insanları istəyirəm. Düşünürəm ki, gələcəksiniz və olacaqsınız. Bir dəqiqə. Görürsünüz, Allah həmişə mənimlədir. Mən Allahıma çox razıyam. Allaha qurban olun. Allah heç kəs darda qoymasın. Allah həmişə hamının yanında olsun, içinə də bizim. Öpürəm sizi. Sumqayıtda gözləyirəm.